Adam o adamdır ki, gözü naməhrəmə düşəndə başını aşağı salsın. Yaxşı adam o deyil, gedib qonşunun, qohumun, qızına, gəlinine tamah salsın. Üstədə bir naməhrəm görəndə gözün zilləsin. Yaxşı adam o deyil ki, naməhrəm görəndə yaxınlaşsın ömrə istəsin. Yaxşı adam o adamdır ki, bu küçədə gördüyünü bacısı hesab eləsin ki, mənim bacım elə bir çıxım küçəyə. Kimsə ona yaxınlaşıb və hərəkət eləsə, mən necə narahat olaram? O yaxşı adam o adam. Əleyhisselamın Salamın bir dənə hədisi var. Dedi, qeyrəti olan kəs zina eləməz. Ged, otur bu hədisi fikirləş ki, bunu hansı bir kişi deyə bilər? Bu ideologiya, bu düşüncə tərzi İslamdır. De, qeyrəti olan bir kişi zina eləməz. Bir adam zina eləsə qeyrəti yoxdur. Yəni o adam ki, kiminsə namusuna qarşı o şeyi rəva bilir, bu addımı atırsa, deməli öz namusuna da hörmət eləmir. İndi bu düşüncə tərzi cəmiyyətdə hakim olsa, bir adam naməhrəm görəndə, zina eşidəndə, zinaya la təqrəbu zina, Quran deyir, zinaya yaxınlaşmayın, demir, zina eləməyin. O həndəvərə keçməyin. Belə bir cəmiyyət hakim olsa, necə rahatçılıq olar?